İndi isə Node.js-i yükləməyə başlayaq. Node.js-i yükləmədən əvvəl gəlirəm kompüterin hər hansısa bir hissəsində sağ klik edirəm və qarşıma birdən çox əmr sətirləri gəlmiş oldu. Burada terminalda açsın deyə bir əmr sətri vardır. Buna klik edirəm və qarşımıza bu şəkildə qara pəncərə, yəni panel açılmış oldu. Bu pəncərənin adı Windows PowerShell adlanır. Ümumiyyətlə terminal nə işə yarayır? Terminal kompüter ilə ünsiyyət dialoqudur. Yəni, mən misal hər hansısa bir faylı yaratmaq istəyirəmsə, gəlirəm terminalda həmin əmri yazıram və fayl yüklənmiş olur. Və yaxud da ki, başqa bir əmri yazıram, faylı silmək üçün isə başqa bir əmri yazaraq faylı silmiş oluram. Bundan da əlavə bir neçə işləri də həyata keçirir. Ümumiyyətlə, bir çox işləri həyata keçirir. Ancaq dərsimiz terminal olmadığına görə mən terminal ilə qısa örnəklər sizlərə göstərmiş olacağam. Terminal haqqında da məlumatlar, daha çox məlumat toplamaq istəyirsinizsə, Chrome-dan və yaxud da ki, digər platformalardan məlumat ala bilərsiniz. İndi isə burada Windows PowerShell-i açdıq. Windows əməliyyat sistemində digər bir terminal da vardır ki, bu Command Prompt adlanır. Yəni Command Prompt qısaca CMD kimi oxunur. Yəni CMD yazdığım zaman bu şəkildə terminal gəlmiş olacaqdır. Buna klik edirəm və yenə qarşıma qara bir pəncərə açılmış oldu. Bunun da adı əmr sətri adlanır. İndi Windows PowerShell ilə əmr sətri arasındakı fərq ondan ibarətdir ki, PowerShell daha güclüdür və hər tərəflidir. Ancaq əmr sətri Windows əməliyyat sisteminin köhnə terminalıdır. Yəni burada kodlar daha sadə və belə deyək, yüngüldür. İndi PowerShell ilə CMD arasındakı fərqi sizlərə göstərmiş olacağam. Mən misal hər hansısa bir fayl yaratmaq istəsəm, PowerShell ilə gəlirəm burada New Item misal test.txt faylını yaratmaq istəyirəm. Və bunu yazdığım zaman, yəni bu əmr kodunu yazdığım zaman bu şəkildə test.txt formatında faylım gəlmiş oldu. İndi hal-hazırda bunun içərisi boşdur. Mən bu test.txt faylının içərisinə tutalım ki, hər hansısa bir söz yazmaq istəyirəm. Misal, salam deyəm, söz yazıram və bunu set content deyərək test.txt faylına əlavə etmək istəyirəm. Və Enter-a bastığım zaman hal-hazırda yazılmış oldu və bunu görmək üçün get content test.txt və Enter-a tıkladığım zaman bu şəkildə salam yazısı gəlmiş olacaqdır və hətta bunu Visual Code'dan da açdığım zaman baxın salam yazısı bu şəkildə yazılmış oldu. İndi bunu CMD-də necə yaza bilərik? Gəlirəm burada yolunu CD desktop deyə yazıram. Yəni görünən hissədə fayl gəlmiş olsun və daha sonra echo nöqtə bölüşdür işarəsi test.txt faylını bu şəkildə əlavə edirəm və görmüş olduğunuz kimi fayl gəlmiş oldu və daha sonra bura hər hansısa misal echo salam test.txt yazmaq istəsəm bu şəkildə gəlmiş oldu və faylın içini oxumaq istəsəm tip test.txt yazıram və salam yazısı bu şəkildə gəlmiş oldu. Və hətta faylda yazdığımız yazı silinmədən digər hər hansısa bir yazı əlavə etmək istəsək echo misal salam terminal yazıram və daha sonra
2 dənə böyük işarəsini əlavə edirəm və test.txt faylına bu şəkildə yazıram və tip test.txt yazıram və salam terminal yazımda bu şəkildə gəlmiş oldu. İndi terminal haqqında sizə çatdıracağım məlumatlar bu qədərdir. Terminaldan çox zaman istifadə edəcəyik. Hətta backend dərslərini keçdiyimiz zaman da bu terminaldan daha çox istifadə edəcəyik. İndi isə gəlin Node.js-i yükləməyə başlayaq. Bunları bağlayıram. İndi Node yükləmək üçün gəlirəm burada Node download yazıram və daha sonra bu linkə tıklayıram. Və burada məndə Windows əməliyyat sistemi olduğuna görə Windows üçün quracağam. Sizdə əgər MacOS və ya Linux isə bu ikisindən birini seçə bilərsiniz. Hal-hazırda Windows installer yazısı vardır. Buna tıklayıram və yüklənmiş oldu Node.js. Gəlirəm burada əmri icra et deyirəm. Və daha sonra next deyirəm. Razılaşıram. Next deyirəm. Və burada Node.js-in yolunu bizə vermiş olur. Next deyirəm. Qarşımıza belə bir toollar, yəni alətlər gəlmiş oldu. Node.js ilə birlikdə yüklənir bunlar da. Nə işə yarayır? Node.js runtime Node.js-in belə deyək döyünən ürəyidir. Yəni Node.js runtime yüklənməsə Node.js-i işə salmaq mümkün olmayacaqdır. Daha sonra Corpack Manager bu paket yükləmə zamanı, yəni paket yükləmə işləmi zamanı həmin paketlərin hansı versiyada gəlməsində kömək edir. npm package manager npm avtomatik olaraq Node.js ilə birlikdə gəlir. Əsasən paket yükləmə işləmlərində daha çox istifadə olunur. Daha sonra online documentation shortcuts bu o qədər də vacib deyil. Add to path bu isə yolunu belə deyək, paketləri yüklədiyimiz zaman yolunu, istiqamətini göstərir. Bu path ilə, yəni bu yolu biz özümüz də qura bilərik Windows əməliyyat sistemində. Bunu indi birazdan dərsin sonlarında göstərmiş olacağam. Next deyirəm. Bu işarəni tıklayıram, next deyirəm və daha sonra install deyib yükləyirəm. Hal-hazırda Node.js yüklənir və bitdiyi zaman qarşımıza finish gəldi. Finish əmrinə tıklayıram və Node.js artıq yüklənmiş olur. Burada mən enter düyməsinə tıklayıram. Bir daha enter düyməsinə tıklayıram. Bəli deyirəm. Hal-hazırda yüklənir. Bunu bağlamırıq. Yüklənib bitənə qədər bunu bağlamayaq. Artıq hər şey yükləndiyinə görə enter düyməsinə tıklayıram və pəncərə bağlanmış oldu. Chrome-u da bağlayaq və daha sonra gələk terminala. Node.js-in yükləndiyini mən Node-v yazaraq bunun hansı versiyada gəldiyini görə bilərəm. Hal-hazırda 24.13.1 versiyasındadır və Node.js yüklənmiş olub və burada mən PowerShell-dən istifadə etdim bu pəncərəni açaraq. Gəlib burada əmr sətrindən istifadə edəcəm. Çünki
sadə üsulları mən sizlərə göstərməyə çalışacağam. Ona görə də əmr sətrindən istifadə edəcəm. İndi yüklədiyimiz Node.js-i bura Node deyə yazıram. Və əmr sətri artıq Node əmrlərini icra edəcəkdir. Misal, gəlin burada baxaq, proqramçılar Node-u necə hazırlayıb. Bura hər hansısa bir rəqəm yazıram. Misal, 23 rəqəmi yazıram. Enter-ə tıkladığım zaman mənə hər hansısa bir error vermədi. Və yaxud da ki 2 plus 2 yazdığım zaman üzr istəyirəm. 2 plus 2 yazıram. Enter-ə tıklayıram və toplama işləmini həyata keçirdi. Gəlin indi sıxma işləminə baxaq. Mənə 2 cavabını döndürdü və vurma və daha sonra bölmə işləmində həyata keçirir. Ancaq mən bura misal hər hansısa bir hərf yazıram. A hərfi yazdığım zaman A is not defined. Yəni A hərfi tanımlanmayıb. Bu nə deməkdir? Yəni proqramçılar tərəfindən əvvəl tanımlanan şeylər, misal rəqəmlərdir, tanımlanmayan hərflərdir və yaxud da ki mən bura hər hansısa bir ad yazıram, yəni RNR-TV adını yazıram. Enter-ə tıkladığım zaman RNR-TV is not defined, yəni RNR-TV sözü də tanımlanmayıb. Əgər mən RNR-TV yazısını tanımlamaq istəyirəmsə, gəlirəm bir dəyişkən yazıram. Misal, A bərabərdir dırnaq işarəsi RNR-TV yazıram və Enter-ə tıkladığım zaman RNR-TV yazısı bu şəkildə gəlmiş olacaqdır. Və mən A hərfini bura əlavə etdiyim zaman və Enter-ə tıklayıram, baxın RNR-TV yazısı artıq gəlmiş oldu. Yəni mən bir dəyişkən yazıram, bu dəyişkən hər hansısa söz ola bilər. Həmin sözü yazıram və bərabər eləyirəm dırnaq içərisindəki yazmaq istədiyim sözə. Node.js-də göstərmək istədiyim bunlar idi. Gəlin bunu Visual Code'da da göstərməyə çalışım sizlərə. Visual Code'u açıram. Bunu silirəm və burada Open folder deyirəm. Hər hansısa bir folder olsun. Hətta burada dərs üzərindən çalışırdıq. Bu faylımız ilk layihə idi və buna daxil olaq. Baxın, terminalı açıram, kod nöqtə deyə yazıram və Enter-ə tıkladığım zaman Visual Code'da açmış olacaqdır. Burada bunları mən silirəm. Buna ehtiyac yoxdur. Və bura index.js yazıram və bu sətirdə tutalım ki mən console.log deyib salam yazısını yazıram və bunu terminalda oxutmaq istəyirəm. Terminala gəlirəm və burada new terminal yazısı var. Bura daxil olam. Burada mən git terminalından istifadə edirəm. Görmüş olduğunuz kimi gitdir. Siz bunu dəyişə də bilərsiniz. Bura daxil olursunuz və burada PowerShell ilə və yaxud da ki command prompt ilə də yəni command prompt terminalından da istifadə edə bilərsiniz. Hal-hazırda git 5 yüklü olduğuna görə mən git 5-dən istifadə edəcəm. Bunun növbəti dərsləri artıq keçib bitirəndən sonra git 5-də git 5 dərslərini də start verəcəyik. İndi gəlirəm burada. Hal-hazırda desktop altında ilk layihə altındakı sual faylındayıq
doğru yerdəyik və bura gəlib node index.js yazıb enterə tıkladığım zaman baxın salam yazısı burada da gəlmiş olacaqdır. Bu yol düzgün olmalıdır. Misal mən gəlib cd nöqtə deyib enterə tıkladığım zaman baxın yol hal-hazırda desktop altındakı ilk layihədədir. Yəni sual layihəsində deyil və mən gəlib eyni əmri çalışdırdığım zaman node index.js əmrini çalışdırdığım zaman mənə error vermiş olacaqdır. Yəni burada cannot find modul, yəni həmin yolu tapmamışdır. Yəni mən gəlib cd sual layihəsinə gəlməliyəm ki, artıq desktop altındakı ilk layihə altındakı sual layihəsində olmalıyam və eyni qaydada əmri çalışdırdığım zaman baxın konsola yazdığımız salam burada görünmüş olacaqdır. Hal-hazırda bunu mən clear deyib silirəm və dərsin əvvəlində demişdim ki, PES yolu vardır ki, bunu istiqamətini sizlərə göstərməyə çalışacağam. Yəni nə işə yarayır onu demək istəyəcəm. Gəlirəm burada terminalı bağlayıram və burada 2 fayl yazıram. Box1 və Box2 fayllarını yazdım. Bu index.js'ni Box1'ə əlavə edirəm və Box2'yə də eyni qaydada index.js faylını bu şəkildə yazıram və bunun dilini ingilis dilinə gətirirəm və hal-hazırda Box1 və Box2 faylları içərisində index.js vardır və paket yükləmək istədiyim zaman ümumiyyətlə paket nə işə yarayır? Bunu gəlin sizlərə izah edim. Paket proqramçılar tərəfindən yaradılmış hazır koddur və biz proqramçılar həmin koddan sadəcə funksiyadan istifadə edərək uzun bir kodu yazmırıq. Qısa bir funksiyadan istifadə edərək misal serverə bağlanmış oluruq. Ümumiyyətlə paketlər yerli və qlobal paket olaraq 2 yerə bölünür. Bunlar arasındakı fərq hazırladığımız layihəni public ortama çıxartdığımız zaman yerli paketlərdən istifadə olunur. Əgər gəlişdirmə ortamındayıqsa, yəni hələ ki o layihənin qurma mərhələsindəyiksə, o zaman qlobal olaraq həmin paketləri yükləmək olar. Ancaq ümumilikdə götürsək, yerli paketlərdən daha çox istifadə etmək lazımdır və qüsursuz nəticə əldə etmək üçün paketləri yerli olaraq, lokal olaraq yükləmək lazımdır. Yerli paketlərdə misal mən Box1 faylı içərisində hər hansısa bir paket yükləmək istədiyim zaman həmin paket node modus altında gəlmiş olacaqdır və index.js'də həmin paketi istifadə edə biləcəyik. Misal, gəlirəm burada terminal açıram. Hal-hazırda layihəni, daha doğrusu yolunu burada cd box1 deyə verirəm. Hal-hazırda box1 faylı içərisindəyik. İkinci bir terminalı bunu silirəm. İkinci bir terminal əlavə etmək istəsəm, sadəcə plus işarəsi üzərinə gəlib tıklayıram və burada yolunu box2 deyə yazıram və enterə tıklayıram. İndi terminallar box2 və box1-i göstərir. Mən gəlib burada ilk olaraq package.js'ni qurmaq istəyirəm. Bu package.js'in Node.js layihələrində olan əsas konfigurasiya faylıdır. Bu fayl layihənin bir növ şəxsiyyət vəsiqəsi kimidir. Layihə haqqında məlumatı və istifadə olunan paketləri package.js'ında saxlayırıq. İndi onu qurmağa çalışıram. npm init y deyirəm. Enter düyməsinə tıklayıram. Hal-hazırda Box1 layihəsində faylında package.json bu şəkildə
gəlmiş oldu və gəlib burada clear deyirəm. Gəlib burada npm install və bunu qısaca i deyə yaza bilərik. Hal-hazırda uzun versiyası bu şəkildədir və npm i deyərək Express paketini mən yükləməyə çalışıram. Və Express paketi hal-hazırda yüklənir. Burada Box 1 içərisində baxın görmüş olduğunuz kimi Node Modules altında Express paketləri gəlmiş oldu. Burada birdən çox paketlər vardır. Bizim Express paketimiz hal-hazırda burada baxın burada yüklənib library altında express.js formatında bu şəkildə gəlib. Yəni proqramçılar tərəfindən belə bir uzun versiyada kodlar yazılıb, hər birinin ayrı-ayrı belə deyək, çıxış yolları vardır. Misal object.create yazaraq bu obyektin də özünün belə deyək, kodları vardır. Bunu kontrol düyməsinə tıklayaraq görə bilərik və buradan çıxıram. Express.js-dən də çıxmış olam və Node Modules bu şəkildə gəlmiş oldu. Yəni bunu o qədər də incələmək lazım deyil. Sadəcə mən gəlib index.js-də həmin serverə bağlanmaq istəsəm const express bərabərdir required deyə çağırırıq həmin paketi və burada dırnaq işarəsini açıb expressi bu şəkildə yazırıq və daha sonra const qısa şəkildə exp yazırıq və expressi buradan götürürük funksiya olaraq və daha sonra exp.listen 3000 portunda vergül qoyuruq. Bir funksiya yazırıq. Hal-hazırda bunları bilməyiniz o qədər də vacib deyil. Sadəcə göstərməyə çalışıram ki, bu şəkildə istifadə olunur. Bunu onsuz da keçmiş olacaq biz və o zaman daha yaxşı başa düşəcəksiniz. Server işləyir deyə bu şəkildə kod yazdıq. Burada bura bərabərdir yazıram və kodlarımızı səliqəli hala salıram və terminalı açıram. Hal-hazırda box 1 içərisindəyik və gəlib burada node index.js yazıram. Və enterə tıkladığım zaman baxın, salam və server işləyir yazısını da görmüş oluruq. Ancaq mən gəlib bu layihəni baxın, bunu eyni qaydada kopyalayıram. Gəlirəm index.js-də bura əlavə edirəm və terminalı açıram. İkinci terminala gəlirik, yəni box 2 fayl içərisinə gəlirik. Eyni qaydada nodu burada çalışdıram və enter düyməsinə tıkladığım zaman baxın qarşımıza cannot find module express deyə yazılır. Yəni express paketini tapa bilmədi. Bunun da səbəbi biz hal-hazırda yerli paket olaraq istifadə etdik. Yəni fayl içərisində express paketini yerli fayl olaraq Node Modules altında yükləmiş olduq. Ancaq box 2 içərisində index.js sadəcə index.js faylı vardır. Yəni express paketini Node Modules içərisində görə bilmədi və görə bilmədiyinə görə də bizə bu şəkildə error vermiş oldu. Biz bunu qlobal şəkildə yazsaydıq, box 2 faylı içərisində də bu server işləyir yazısını görmüş ola bilərdik. İndi bunu qlobal şəkildə necə yazmaq olar? Gəlin bunu izah edim. Hal-hazırda Visual Code'dan çıxıram
və daha sonra bu kompüterə gəlirəm və bu fayla daxil olam. Bizim qarşımıza app data şəklində gəlmiş olur. Bu görünən, belə deyək, gizli elementlər siyahısından mən çıxartmışam. Sizdə hal-hazırda bu şəkildə görünməmiş olacaqdır. Əgər görünüşə gəlib, göstərə basıb, gizli elementlərə tıkladığınız zaman gizli fayllar da bu şəkildə görünmüş olacaqdır. App dataya gəlirəm, roaming içərisinə gəlirəm. Burada npm paketləri Node Modules içərisində bu şəkildə yüklənmiş olur. Hal-hazırda belə deyək, bu yolu terminalda necə göstərə bilərik? npm root global yazdığım zaman baxın, eyni getdiyimiz yolu burada da görmüş olacaq. İndi terminalı bağlayıram və həmin fayla bir daha daxil olam. App data roaming npm node modules və gəlirəm burada. Bu kompüterdə sağ düyməni klik edirəm və daha sonra xüsusiyyətlərə daxil olam və burada təkmil sistem parametrlərinə daxil olam. Burada environment variables deyə yazı var. Buna klik edirəm və burada görmüş olduğunuz kimi Node.js bu şəkildə Windows əməliyyat sisteminə bu şəkildə yüklənmiş olur. Mən hal-hazırda paketi qlobal şəkildə idarə etmək istəsəm, bu linkə tıklayıram və burada böyük hərflərlə Node.js deyə yazıram və burada həmin yolu kopyalamış olacağam. Gəlirəm, bunu kopyalayıram və buraya əlavə edirəm. Və daha sonra OK-yə tıklayıram. Burada da OK deyirəm. OK və buradan çıxıram. Və altda olan paneldə sağ düyməni klik edirəm və tapşırıq meneceri əmrinə daxil olam. Qarşımızda Visual Studio Code var. Buna sağ düyməni klik edirəm və tapşırığı sona çatdır deyərək Visual Code-da bağlamış oluram. OK düyməsinə tıklayıram. Bir daha OK deyirəm. Və daha sonra Visual Studio Code'a yenidən daxil olam. Biz Box1 və Box2 faylları içərisində bu şəkildə index.js'ni əlavə etmişdik və Box1 faylı içərisində Express paketini əlavə etdiyimiz zaman qarşımıza Node Modules gəlmişdi. Bunu sildirəm. Eyni qaydada package.js'da silirəm. Və hər iki faylda Box1 və Box2 faylında sadəcə index.js var. Və terminalı açıram. Burada Visual Studio Code'u bağladığımıza görə cd Box1 yazıram və ikinci terminala da cd Box2 yazıram. İndi hal-hazırda hər iki faylda Express faylı yoxdur. Ancaq bu yazdığımız kodu biz çalışdırmaq istəyirik. Bunu qlobal şəkildə etmək istəyiriksə, fərqi yoxdur. Hər hansısa bir terminalda npm install global şəkildə Express paketini quracaq. Enter düyməsinə tıklayıram.
Və hal-hazırda biz box 1 faylı içərisindəyik. Gəlib node index.js dediyimiz zaman baxın server işləyir və salam yazısını bu şəkildə görmüş ola biləcəyik. Hal-hazırda Express paketi qlobal şəkildə qurulmuş oldu və eyni qaydada box 2 faylında da node index.js yazdığım zaman yenə server işləyir yazısını artıq görmüş olacaq. Yəni bizə error vermədən sadəcə gəlişdirmə ortamında biz qlobal paketdən istifadə edərək Express paketində yazılmış server işləyir yazısını bu şəkildə görmüş olduq. İndi bunu bir də sadəcə boş bir terminalla, daha doğrusu gəlirəm bu kompüterə, app dataya daxil olam, roaming, npm, node modusa daxil olam və baxın burada Express paketim qlobal şəkildə qurulmuş oldu və mən yerli paket olaraq istifadə etmədim. Hər bir belə deyək faylın altına node modus əlavə etməyərək qlobal şəkildə paketimizi istifadə etdik. Ancaq public ortamlarda, yəni layihəni public olaraq yayınladığımız zaman yerli paketlərdən istifadə etməyimiz daha məqsədə uyğundur. Node.js-dən deyəcəklərim bu qədər. Ümidvaram bu dərsdə daha yaxşı izah etmiş oldum və başa düşmüş oldunuz. Hər hansısa qaranlıq qaldığınız məqam və yaxud da ki suallarınız varsa yorumlarda suallarınızı verərək mən də onu cavablamış ola biləcəyim. Node.js artıq bitdi. Bundan sonra JavaScript dərsləri start verəcəkdir. JavaScript dərsləri artıq gün boyu davam edəcəkdir. Əgər bir problem çıxmazsa. Özünüzə yaxşı baxın. Gələn layihələrdə, gələn dərslərimizdə görüşənə qədər hələlik.